Salam aleyküm şeyx. Və aleyküm salam. Bəzi qardaşlar deyirlər ki, bu mənhəc haqqında olan məsələlər var. Biz ora qarışmırıq. Bu barədə mövqeyin nədir? Elhamdülillah, siz necə yan qarışmırsan? Necə yan? Bu mənhəc məsələləri dindir. Necə yan qarışmırsan? Yəni, bu, bilirsiniz, belə mövqeyi nə vaxt düzgün olar, deyəsən, mən qarışmıram. Məsələn, şəxsi məsələlərdir. Bir nəsə maşınla ixtilafı düşür birinə, durub bunu dəvətə aid eləmək düzgün deyil. Aydındır. O məsələləri biz qarışmırıq, şəxsi məsələlər qarışmırıq. Lakin o vaxt ki, dini məsələlərdir, söhbət əqidə, bizim mənhəcdən gedir. Necə yəni, sən deyirsən, mən qarışmıram, oturmuşsan qıraqda belə. O qarışmaq deyil, o təhlükəli mövqeydir. Səhvdir o fikir. Necə yəni, qarışmıram. Burada əqidə mənhəc söhbəti gedir. Şəxsi məsələlər olsa, məsələn, o da adam var ki, şəxsi problemləri var kimdənsə. Biz qarışmırıq, salam. Qarışmırıq. Amma dini məsələ olsa, mənhəc məsələsi olsa, bu sənin dinindir. Sənin söhbətin dinindən gedir. Bizim söhbətlər nədir? Hakimiyyə məsələsində, bizim söhbətlər təkfir məsələsidir. Bizim söhbətlər cihad məsələləridir. Şəriətdən, şəriət olmayan şüarlar. Bizim söhbət bidətçilərlə, hizbilərlə, xavariclərlə münasibət necə olmalıdır? Ondan gedir söhbət. Necə ya, sən deyirsən ki, mən qarışmıram. Bu təhlükəli üslubdur, təhlükəli mövqeydir, səhv mövqeydir. Aydın qardaşlar, onlar qarışdırıblar şəxsi məsələlərlə əqidən, dini məsələni. Bəli.